Hamıya salam. Mən Xatirə Əzizxanlı Dərs evi tədris mərkəzinin əməkdaşıyam. Biz Kapital Bank ilə birlikdə Azərbaycan məktəblərində Dəyişiklik Səndən Başlayır layihəsini həyata keçiririk. Bu layihə məktəblərdə olan bullyinqə qarşı mübarizəyə həsr olunub. Növbəti webinarımızın mövzusu qaydalar və disiplindir. Uşaqlar vaxtlarının çoxunu məktəbdə keçirirlər. Sinif onların dostluq qurmağı, tanımağı, mübahisə etməyi, barışmağı, maraqlarını müdafiə etməyi, kompromislər axtarmağı və s. öyrəndikləri ilk məkandır. Bugün uşaqlara zorakılığın olmadığı, balanslı və tolerant cəmiyyət yaratmağı öyrətmək imkanı olan yeganə şəxs sinif rəhbəridir. Bu problemi həll edərkən müəllimin edə biləcəyi ilk şey sinif həyatı üçün qaydalar yaratmaq və onlara münaqişələri və mürəkkəb vəziyyətləri sülh yolu ilə həll etməyi öyrətməkdir. Məktəb yaşlı uşaqlar böyüklər kimi başqa insanlarla necə yaşamaq barədə fərqli təcrübələrə və fərqli fikirlərə malikdirlər. Zorakılıq problemi sadəcə qaydalar müəyyən etməklə həll edilmir. Lakin bu qaydalar müxtəlif şagirdlər üçün ümumi təlimat rolunu oynayır. Bu, sinifdəki bütün uşaqlar və müəllim arasında bir razılaşmadır. Biz hamımız fərqliyik. Məktəb həyatı onsuz da ciddi şəkildə tənzimlənir. Ona görə də bir tərəfli qaydada qaydalar tətbiq etməyə çalışmayın. Yoxsa uşaqlar bu qaydaları əlavə çətinliklər kimi qəbul eləyəcək və çox güman ki, riayət eləməyəcəklər. Qaydaları müəyyən etməzdən əvvəl onları siniflə müzakirə eləyin. Onların niyə lazım olduğunu izah eləyin. Uşaqlara sağlam atmosferin nə olduğunu və bunun nə ilə əlaqəli olduğunu başa salmaq lazımdır. Bizə elə gəlir ki, uşaqlar bunu özləri bilməlidirlər və belə şeyləri ailə öyrətməlidir. Amma unutmayaq ki, hər kəsin ailəsi fərqlidir. Uşaqlara başa salın ki, sinifin həyatı həm də onların həyatıdır və bu yalnız müəllimdən deyil, hər bir şagirddən asılıdır. Sinifdə sağlam atmosfer, dəstək vermək, qarşılıqlı yardımlaşma, sinif yoldaşını dinləmək və ona çətinliklər zamanı kömək etmək deməkdir. Sağlam atmosfer etibarın hakim olduğu atmosferdir. Burada hər kəs narahatlıqlarını, qayğılarını, kədərini və sevincini paylaşa bilər. Sağlam atmosfer hər hansı çətinliyi kömək istəməklə və onu almaqla həll etməyə çalışmaq deməkdir. Sağlam atmosferi nələrin pozduğunu danışın. Aqressiya, zorakılıq, təhqir, laqeydlik, hörmətsizlik haqqında danışın. Uşaqlarınızla zorakılığın nə olduğunu, onun hansı növləri olduğunu, bullyinqin nə olduğunu və nəyə gətirib çıxardığını müzakirə edin. Müzakirə edərkən sinfin yaşına və ümumi səviyyəsinə diqqət yetirin. Mühazirəçi deyil, müzakirə lideri olun. Qoy uşaqlar cavabları özləri tapsınlar. Xüsusilə yeniyetmələrlə danışarkən kəskin, gözlənilməz və hətta provokativ sualları müzakirə etməyə hazır olun. Zorakılığa və ya bullyinqə məruz qalmış və ya bunun şahidi olmuş şagirdlər üçün sadə addımlar müəyyən edin. Hər bir şagirdin anlaması lazım olan ilk şey təhlükəsizlikdir. Bu, normal olmalıdır. Onu pozan hər şey düzəldilməlidir. Şagirdin təhlükəsizliyini təhdid edən heç bir qeyri-rəsmi razılaşma, məhəllə, tin qaydaları və s. heç bir halda əsas sayıla bilməz. İkincisi, müəllimə etibar etmək olar və lazımdır. Hər bir şagird ona şəxsən müraciət eləyə bilər. Müəllim dinləməyə və kömək eləməyə hazır şəxsdir. Sonra müsbət atmosferi dəstəkləyən və zorakılığa qarşı olan qaydalar yaradın. Yaxşı olar ki, qaydalar qadağaları deyil, nəyi necə etmək lazım olduğunu ehtiva eləsin. Bütün qaydaların bəndlərini siniflə müzakirə etmək olar və lazımdır. Uşaqlara öz fikirlərini ifadə etməyə və məsuliyyəti bölüşməyə icazə verin. Bu qaydaları yazın və görünən bir yerdə asın ki, hər bir şagird onları asanlıqla oxuya bilsin, yaddaşını təzələsin və mübahisəli vəziyyətdə onlara istinad edə bilsin. Qaydalar necə hazırlanmalıdır?
Hər hansı bir qaydanın ən vacib tərəfi onun icra oluna bilən olmasıdır. Bunun üçün iki şərt lazımdır. Birincisi, qaydalar tətbiq edildiyi cəmiyyətin həyatına uyğun olmalıdır. İkincisi, qaydalara əməl olunmasına nəzarət etmək mümkün olmalıdır. Unutmayın ki, şagirdlərə riayət edilməsi çətin olan və sizin nəzarət edə bilməyəcəyiniz şübhəli və qeyri-müəyyən bir bənd bütün digər qaydaların dəyərini azalda bilər. Qoy qaydalar az olsun, ancaq qeyd şərtsiz yerinə yetiriləcək qaydalar olsun. Bu halda şagirdlər bu qaydalara hörmət eləyəcəklər. Uşaqlara öyrənməyə və müəllimlərə öyrətməyə kömək edən qaydalar müəyyən edin. Uşaqlarla bütün bu bəndləri bir daha müzakirə edin. Artıq qarşılaşdığınız situasiyaları qaydalarla tənzimləyin. Dərsdə telefondan istifadə, gecikmə, dərs buraxma, ev tapşırığını yerinə yetirməmə, münaqişə hallarında və s. situasiyalarda bu qaydaları tətbiq edin. Qaydaları müsbət tonda ifadə edin. Olmaz hissəciyindən istifadə etməyin. Sinifdə səs salmaq olmaz əvəzinə, sinifdə sakitliyə riayət etmək lazımdır deyin. Qaydaların pozulmasının nəticələrini açıqlayın. Cəza məsələsini məktəb rəhbərliyi ilə müzakirə edin. Yaxşı olar ki, bütün məktəb şagirdləri və müəllimləri üçün vahid tələblər olsun. Bu məsələnin müzakirəsini məktəb iclasına çıxarmaq olar. Dərs evi tədris mərkəzi sizin məktəbinizə bullyinqə qarşı xartiyanı təqdim edə bilər. Bu, hüquqi qüvvəyə malik olan bir sənəddir. Bullyinqə qarşı xartiyanı əsas götürərək, öz məktəbinizə uyğun olan qaydaları buraya əlavə edə bilərsiniz. Təhsil prosesinin bütün iştirakçıları, yəni şagirdlər, onların valideynləri, məktəbin və müəllim və inzibati heyəti sənədi oxumalı və imzalamalıdırlar. Sinif və yaş tərkibini nəzərə alın. Qaydalar həm uşaqlar, həm də böyüklər üçün lazımdır. Hər müəllimin öz iş üslubu və tələbləri vardır. Öz iş üslubunuza uyğun gələn qaydalar müəyyən edin. Burada düzgün və yanlış təlimatlar yoxdur. Əsas meyar odur ki, qayda ümumilikdə sinifə və təhsilin keyfiyyətinə faydalıdırsa, deməli doğru qaydadır. Qaydaları xatırladan rahat bir üsul hazırlayın. Uşaqlar qaydaları unutmağa meyillidirlər. Qaydaları plakatlar şəklində xatırlada bilərsiniz. Qaydaları özünüz xatırladın. Şagirdlərin diqqətini qayda pozuntularına yönəldin. Qaydalara riayət etdiklərinə görə onları tərifləyin. Vaxtaşırı qaydalara yenidən baxılmalı və sinifdəki vəziyyətə uyğun olaraq lazımi düzəlişlər edilməlidir. Uşaqların qaydalara əməl etməsi üçün həmin qaydalara əvvəlcə müəllim əməl etməlidir. Nüfuza malik yetkin şəxs özünü təkəbbürlü aparırsa, şagirdlər qaydalara hörmət etməyəcək. Müəllim özünün gecikmə səbəbini izah etmir və üzr istəmirsə, uşağa gecikməyinə görə cəza vermək mənasızdır. Bullying haqqında istədiyiniz qədər danışa bilərsiniz, amma müəllim özü şagirdləri aşağılayırsa, bütün bu söhbətlər uşaqlar üçün boşdur. Pedaqoq sinifə nümunə olmalıdır. Unutmayın ki, insanı tərbiyə eləmək yalnız şəxsi nümunə ilə mümkündür. Sinif ilə uğurlu əlaqə üçün 3 şey vacibdir. Qərəzsiz mülahizə yürütmək, bərabər imkanlar, nəzarət və motivasiya. Qərəzsiz mülahizə yürütmək nə deməkdir? Faktlara əsaslanın və subyektivlikdən qaçın. Şagirdləri deyil, onların işlərini qiymətləndirin. Əgər şagirdin işinə dair yürütdüyünüz mülahizələr səbəbindən özünü axmaq, geridə qalmış və ya digərləri ilə müqayisədə pis hiss edərsə, bu onun oxumağa olan həvəsini azaldar. Uşaqları deyil, hərəkətləri qiymətləndirin. Əgər uşaq sizdən onun pis, qəddar və ya alçaq olduğuna dair sözlər eşidirsə, bu onun davranışını düzəltməyə kömək eləməyəcək. Unutmayın ki, şagirdə verilən hər hansı bir xarakteristikanı bütün sinif eşidir. İstənilən diqqətsiz mühakimə, hətta tərif belə damğaya çevrilə bilər. Haqqında danışdığımız uşağı təhqir etmək üçün bir səbəb ola bilər.
Yalnız faktlara əsaslanaraq göstərilən xoş məram və ya neytrallıq şagirdin öz uğurlarını qiymətləndirməsinə və ya səhvlərini düzəltməsinə kömək edəcək. Bərabər imkanlar nədir? Qiymətləndirmə sistemi şagirdlərə çox böyük təzyiq göstərir. Təbii ki, bütün sinifdə bərabər yaxşı nəticə əldə etmək mümkün deyil. Amma uşaqlara bacarıqlarına əsaslanaraq özlərini göstərmək üçün bərabər imkanlar vermək olar. Bəzi uşaqların istedadları məktəb proqramından uzaq ola bilər və bu onların başqalarından pis və ya yaxşı olduğunu göstərmir. Özünü ifadə etmək və vacib hiss etmək imkanı hər bir şagirdin özünə hörməti və sinifdə sağlam rəqabəti üçün vacibdir. Bu olmadıqda uşaqlar özünü sübut etmək üçün zorakılığa və bullyinqə müraciət edə bilirlər. Təbii ki, şagirdlərin bu imkanlardan istifadə edib etməyəcəyi sual olaraq qalır. Hər şeyin alınması üçün səhv etmək qorxusu onlara mane olmamalıdır. Bunun öhdəsindən gəlməyə yenə də müəllimin xoş məramı və qərəzsiz mülahizə yürütməsi kömək edə bilər. Tədris prosesində nəzarət və motivasiya. Təcrübə göstərir ki, qamçı və şirinlik metodu işləmir və təhsili cəzalandırmaqdan qaç, mükafat al oyununa çevirir. Burada qiymət tədris prosesinin özündən daha vacib olur. Anlamaq vacibdir ki, proses nəticədən daha önəmlidir. Yalnız həvəsləndirmə dəstək kimi istifadə olunduqda və cəza əvəzinə şagird öz səhvini başa düşülən izahını aldıqda təhsil uğurlu olacaq və həqiqi inkişaf prosesinə çevrilə bilər. Və təbii ki, ən yaxşı motivasiya şəxsi nümunədir. Əgər müəllim sinifin həyatında fəal iştirak edir və öz davranışı ilə sağlam atmosfer yaradırsa, o müsbət liderə çevrilir. Şagirdlər ona qorxudan deyil, hörmət etdikləri və güvəndikləri üçün qulaq asırlar. Ondan nümunə götürürlər və belə lider qrup dinamikasına təsir göstərə bilər və aqressiya və bullyinqi erkən mərhələlərində effektiv şəkildə dayandıra bilər. Müəllimin timsalında müsbət ünsiyyət nümunəsi nədir? Hamı razılaşar ki, sözü kəsməmək, həm söhbəti müəllimi eşitmək və dinləmək qaydası vacib qaydadır. Bu əslində nə deməkdir? Yalnız dərs zamanı qulaq asmaq lazımdır, bəs tənəffüsdə, bəs dalaşanda və yaxud o birinci başladı, mən niyə ona qulaq asmalıyam ki? Bəs onlar hamısı mənə qarşı olsalar necə? Mühüm ünsiyyət bacarıqlarının olmaması ən çox münaqişələrdə özünü göstərir. Müəllim uşaqlara hətta çətin vəziyyətlərdə belə emosiyaların öhdəsindən gəlməyi və bir-bir dinləməyi öyrədə bilər. Bunun üçün iki təsirli texnika var. Mən mesajı. Şikayətinizi ittiham yolu ilə ifadə etmək təsirli deyil. Mən mesajı sizi eşitsinlər və düzgün başa düşsünlər deyə lazımdır. Məsələn, dərsdə iki şagird bir-biri ilə yüksək səslə dalaşır və bütün sinfi narahat edir. Gəlin cümləni elə quraq ki, uşaqlar niyə bu davranışın sizi incitdiyini anlasınlar və buna son qoysunlar. Mənfi qiymətləndirmə olmadan davranışların faktiki təsviri. Mən mesajı uşaqların sizi eşitməsinə səbəb olacaq. Uşaqlara bildirmək lazımdır ki, sizi narahat edən onlar deyil, onların davranışıdır. Dərsi aparmağınıza mane olan situasiyadır. Sonra bu davranışın necə maneə törətdiyini və niyə sizi incitdiyini izah eləyin. Məsələn, sinifdə belə səs-küy olanda mən yeni materialı təqdim etməkdə çətinlik çəkirəm. Səsimi qaldırmağa məcbur oluram. Sinifi eşitmirəm. Bu isə məni çox məyus eləyir. Gəlin, əlləri qaldırıb danışmaq qaydasını xatırlayaq və razılaşaq. Bir nəfər danışarkən digərləri susmalıdır. Uşaqlar tez-tez öz davranışlarının hansı hissləri oyatdığını dərk etmirlər və düzgün qurulmuş mən mesajına cavab olaraq belə deyə bilərlər. Bağışlayın, mən bilmirdim. Beləliklə, mən mesajını düzgün qurmaq üçün faktları qiymətləndirmədən sadəcə təsvir edin. Sonra qısa şəkildə hisslərinizi izah edin. Niyə bu vəziyyətin sizi narahat etdiyini açıqlayın və nəhayət həll təklif edin.
Münaqişənin həlli üçün ikinci effektiv texnika. Təsəvvür edək ki, iki şagird telefon oyunu oynayarkən mübahisə ediblər. Onlardan biri əsəbləşərək telefonu digərinin əlindən alıb, digəri isə hirslənib zorla geri alıb. Dava başlayıb. Günahkar axtarmaq yaxşı fikir deyil. Bu münaqişəni həll etməyəcək və uşaqları daha çox məyus eləyəcək. Şagirdlərdən hadisəyə dair öz versiyalarını növbə ilə izah etmələrini istəyin. Söhbətə başlamazdan əvvəl tərəflərin bir-birinin sözünü kəsməyəcəyinə dair razılaşmalısınız. Beləliklə, hər bir uşaq digərinin versiyasını eşitmə imkanı əldə edəcək. Hər bir tərəf danışdıqdan sonra onların versiyalarını ümumiləşdirin. Hər bir iştirakçıdan onu düzgün başa düşüb-düşmədiyinizi soruşun. Hər iki tərəf üçün ümumi bir ifadə tapmağa çalışın. Düz başa düşürəm ki, siz bir telefonda necə və kimin oynayacağı ilə bağlı razılaşa və sonda onu paylaşa bilməmisiniz. Sonra onların hər birindən bunun nə üçün baş verdiyini və bunun onların hər biri üçün nəyə vacib olduğunu soruşun. Münaqişə nə səbəbə oldu? Vəziyyət uşaqlarda hansı hissləri oyatdı? Uşaqların dediklərini geri qaytarın. Beləliklə siz münaqişənin mahiyyətini başa düşəcəksiniz və onlar özləri sizin izahınızda səbəbi eşidəcəklər. Nəhayət, hansı həll yolunun tapıla biləcəyini soruşun. Hazır həllər təklif etməməyə çalışın. Qoy uşaqlar bu vəziyyətdən çıxış yolunu özləri tapsınlar. Uşaqlar bir-birini dinləməyi öyrənməlidirlər. Münaqişələrin qeyri-zoraki həlli üzrə bu tip təlimlər tədricən uşaqlara çətin vəziyyətləri həll etmək üçün müstəqil şəkildə dinc yollar axtarmağı öyrədəcək. Uşaqların bir-birinə hörmət etdiyi və dinləməyə hazır olduğu siniflərdə aqressiya səviyyəsi çox aşağıdır. Buna görə də bullying üçün daha az səbəb və imkan olur. Siniflə işləməklə yanaşı zorakılıq problemini həll etmək üçün valideynlərlə də işləmək vacibdir. Valideynlərlə necə qarşılıqlı əlaqə qurmaq olar? Valideynlər çox vaxt övladının bullying qurbanı və ya iştirakçısı ola biləcəyinə hazır olmurlar. Təcrübə göstərir ki, bullying problemi yalnız ailə bu vəziyyətlə qarşılaşdıqda önəmli olur. Digər vaxtlarda isə bu onlara uzaq bir məsələ kimi görünür. Əgər baş verərsə, məktəbdə həll olunmalı ya da öz-özünə keçib getməlidir. Buna görə də hazırlıqlı olun ki, şagirdlərin valideynləri ilə, eləcə də şagirdlərlə bullying və aqressiv davranış problemləri barədə danışmaq lazım gələcək. Valideyn iclasında zorakılığın qarşısının alınmasına vaxt ayırın və aqressiv davranışın mümkün səbəbləri, uşaq və ya yeniyetmələrdə artan aqressivliyin əlamətləri, uşağı sorğu-sual etmədən, mühakimə etmədən danışdırmağın və dinləmənin yolları haqqında, tələb edən və əmr verən valideyn əvəzinə kömək edən və qəbul edən valideynin rolu haqqında danışın. Bütün bu məsələləri müəllim özünə də tətbiq etməlidir. Bu vəziyyətdə örnək rol modeli yalnız təcrübədən və şəxsi nümunədən qaynaqlanır. Valideynlərlə yaxşı ünsiyyət qurmağa çalışın. Onların etibarı bullying kimi fövqəladə hallarda birgə hərəkət etməyə imkan verəcək. Effektiv hərəkətlər üçün yalnız müəllimin bir tərəfli şəkildə təsir etmək istəyi deyil, iki tərəfli ünsiyyət lazımdır. Unutmayın ki, bullyingin qarşısını almaq onu dayandırmaqdan daha asandır. Beləliklə, növbəti vebinarımız başa çatdı. Diqqətinizə görə təşəkkürlər. Zəhmət olmasa videonun altında sizi bu mövzuda maraqlandıran sualları qeyd edin. Ən aktual sualları cavablandırmaqdan məmnun olarıq. Videolarımızı bəyənin və paylaşın. Sağlıqla qalın.